insanın haramlardan uzaqlaşmağa səbəb olan əməllərdən daha bir gözəli də oruç tutmaq. Necə ki, Ramazan ayını elhamdülillah Allah müvəffəq etdi, nəsib etdi, yaşadıq. Allah hər birimizə çoxlu Ramazan aylarını keçirməyə gözəl şəkildə nəsib etsin. Çünki böyük fəziləti var Ramazan ayının. Və Ramazandan sonra da, möhtərəm qardaşlar, yenə oruclar davam edir. Çünki oruc elə ibadətdir ki, insanı təmizləyir, haramlardan çəkinməsinə səbəb olur. Və Ramazandan sonra da Şəvval orucu var. Hansı ki 6 orucdur. Baxmayaraq ki 6 orucdur, bütün ili, necə ki hədisdə buyurulur, bütün ili bütün ili ibadət savabı verilir. Bütün ili oruç tutmuş savabı verilir bizlərə. Bir ay, mən sâmə Ramazanə, necə ki hədisdə buyurulur, kim Ramazan orucunu tutarsa, ثُمَّ أَتْبَعَهُ سِتًّا مِنْ شَوَّالٍ, sonra 6 da Ramazandan sonra Şəvval oruclarını tutarsa, فَكَأَنَّمَا صَامَ الدَّهْرِ, bütün ili oruç tutmuş savabı ona verirlər. Düzdür, nəfsə ağır gəlir Ramazandan sonra oruç tutmaq. Ancaq bilməliyik ki, bu 6 orucun bizim həyatımızın xeyir qazanmamız üçün həyatımızda çox böyük önəmi var. Bütün ili oruç tutmuş savabı verilir bizlərə. Sonra möhtərəm qardaşlar, oruc 1-ci, 4-cü günün orucları Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tutardı və ümmətinə tövsiyə edərdi. Sonra Əyyamul Bir deyilir, ağ günlər, 13-cü, 14-cü, 15-ci günlər. Bunun da çox böyük hikmətləri var. Bu orucların çox böyük fəziləti var, nafilə orucları. Və beləliklə bir mömin bu orucları, sünnət orucları Ramazandan sonra tutarsa, haramlardan çəkinməsi üçün çox böyük təkan olar, səbəb olar.